Deməli, Vəfa Nuralinin 6-cı sinif monitorinq sualları var. Bunlar işləyək, görək biz nə bilirik. Deməli, birinci sualda nəyə baxırıq? I often go to the with my mom to buy food. Mən deyir tez-tez, often tez-tez deməkdir. Mən tez-tez haraya gedirəm, harasa gedirəm, with my mom, anam ilə nə almağa? Food. Ərzaq almağa gedirəm. Ərzağı hardan alırıq? Supermarket. Bir də bəndi. Burada stadium, stadion, sinema, kinoteatr, parkda bilirsiniz. Complete the sentence correctly. Cümləni düzgün şəkildə tamamlayın. Fruit and vegetables are. Meyvə və tərəvəzlər necədir? Bizim üçün healthy, sağlamdır. Baxaq. Useless faydasız deməkdir. Tasteless dadsız deməkdir. Ümumiyyətlə l, s mənanı inkar edir uşaqlar. Mənfi mənalı sözlərdə işlənir. Sweet şirindir, ola bilməz. Baxırıq uça. Choose the correct line of singular nouns. Singular noun nə deməkdir? Təksim. Təksimlər lazımdır bizə. Baxırıq, burada nights cəmdədir. Snacks, parrots cəmdədir. People adamlar cəmdədir. Cavab B bəndidir. Restaurant, bir də teenager. Teenager nədir uşaqlar? Biz teenagerə teen də deyə bilərik, yeniyetmə deməkdir. 4-ə baxırıq. Düzgün pozitiv adjektivləri qoymalıyıq, yəni yəlik əvəzliklərini qoymalıyıq. Emma sevir. Emma qadın olduğu üçün burada his kişini bildirir. Her qadın bildirir. Emma qadın olduğu üçün bura her qoyasınız. Sonra you have got a lot of clothes. Sənin çoxlu paltarların var. Deyir sənin qardırobun böyükdür. Mübtədamız nədir burada? You. You'dursa bura qoyuruq your. Burada da this is the new student. Bu yeni şagirddir. Onun adı Peter'dir. Söhbət Peter'də oğlan olduğu üçün his name. Deməli onda nə olur? 1-də olur her B, 2-də olur C, 3-də olur A. Bıca. Bıca hardadır? D bəndində. Keçək növbətiyə. I go to bed. Mən deyir yatmağa gedirəm. Baxın, biz təzə dərslikdə təzə keçəndə başda öyrənmişdik ki, saatların qabağında ət sözünü işlənir, həftənin günləri onunla işlənir. Ət 10 cavab C bəndidir. 6-ya baxırıq, cümlə qururuq. Mübtədamız mənim, my. Mənim kimin bacım 3, my sister. Nəyidir? Tez-tez, often, zaman zərfi. Tez-tez nəyidir? Baxır, watch. Nəyə baxır? Watch TV ilə işlənir həmişə. Watch TV, yəni 2. Nə vaxt zaman baxır? Axşamlar baxır 4. İndi cavab nə oldu? 53-16. 53-16 harada var? Budur. İndi gəlin burada sizə bir şey öyrədim. Baxın, in the evening zaman zərfi də axşam baxır. Zaman zərfləri həmişə cümlədə sonda gəlir. Deməli 4 sondadır. Bu variant getdi, bu variant getdi. Çünki burada, bir də burada sondadır. Eləmi? Baxıram 5-3, 5-3 gəlib, 1-6. 1 gəlib, sonra 6 gəlibdir. Hə, burada da nə var? 6-1. Often da zaman zərfidir. İndiki sadə zamanın often feildən əvvəl gəlir. Yəni often sonra feil gəlir. 7-yə baxaq. 7-ci sualda sözləri uyğunlaşdırmalıyıq öz tələffüzlərindən, belə deyək, mənalarından. Stadium, a place to watch sports. İdmana baxmaq üçün olan yerə nə deyirik? Stadium deyirik, bir ad. A place to watch films. Filmə baxırıq, sinema. 3B-dir. Place to buy food, qida aldığımız yer, o da olur, supermarket. 2-də C-dir. Deməli olur, acıb, acıb. Cavab B bəndi. Bəzən variantları burada səhv şarj eləyə bilərəm, mən diqqət yayınıqlığı ola bilər. 8-ə baxırıq. Are there many problems in the writing? Deyir, yazında çox problem var. Baxın uşaqlar, həmişə bu qısa cavabdır. Görürük də, buradan qısa cavab vermişik. Short answer deyirik buna. Həmişə sizə sualı nə ilə veribsə, cavab onunla qayıdır. Baxın, are Z ilə veribsə, sənin cavabın 100% zera ilə qayıtmalıdır. Başa düşdünüz? Ona görə isn't-la izləri çıxdı. Qaldı A ilə D bəndi. Baxın, burada yes təsdiq bildirir, müsbət məna verir. Deyirəm, bəli, yoxdur. Yoxsa deməliyəm, bəli, var. Bəli, var deməliyəm. Yəni, bura yesdirsə, burada not olmaz. Zera olmalıydı. Burada da yenə nodursa, not olar. Xeyr, yoxdur. Və yaxud deyirəm, bəli, var. Bəli, yoxdur olmaz. Və yaxud da xeyr, var da deyə bilməzsiniz. Bir sözlə, burada no varsa, burada not olmalıdır. İnkar. Bura yesdirsə, burada təsdiq olmalıdır. Ona görə cavab D bəndidir. İnkar. 9. Opposite pair. Yəni, əks mənalı cütlükləri seçməliyik. Belə deyil, antonimləri seçməliyik. Safe, təhlükəsiz. Dangerous, təhlükəli. Elə cavab A bəndidir. Cook,
bişirmə, cook aşpaz, poster də plakat, afişa deməkdir. Cook'un bişirmək mənası da var. Onu deyim ki, əlaqələri yoxdur. Baxırıq burada film, movie. Baxın, film, movie ikisi də sinonimdirlər, yaxın mənalı sözdür. Amma bizdən əks mənalı istəmişdi. Ona görə bu gedir, sinonimdir. Sinək atışdırmalıq, lanterndə fənər əlaqələri yoxdur. 10-cuya baxırıq. Özdə bu tip testlərdə, məsəl üçün, sizdən soruşur antonim eləmi, əks məna, tur sinonim də salır. Bax, necə ki, burada sinonim salıbdır. Ona görə diqqətli olursunuz. 10-cu suala baxırıq. I go to the cinema. Mən deyir, sinemaya gedirəm. Baxın, hər həftə gedirəm. Cavab dedi. Çünki every ilə olanlar, once-dan olanlar, bu indiki sadə zamanda bunu 5-də keçibsiz. Once olanlar, every ilə olanlar, twice ilə olanlar, twice a week, once a week, every day, every year. Bunlar cümlənin sonunda işlənir. Sonra baxırıq 11-ə. Birini deyir at, məntiqi cəhətdən bu tərəvəzdir, bu meyvədir, bu almadır, bu portağaldır. Deməli, tərəvəz atılır A-bəndi. Carrot kök, pineapple ananas, apple alma, orange də portağal. Orange'in bir mənası da narıncı rəngdir. Deməli, indi mətn verib bizə. Baxalım mətnimizi işləyəyin. Read the text, answer the questions. Mətni oxuyub və suallara cavab veririk. Baxağın, birinci sualda. I am from Olinda. Mən Olindadanam. Bu mətn kitabda var. A town in Pernambuco State in Brazil. Deməli, bu Olinda, deməli, bu ştatda olan, Braziliyanın bu ştatında olan bir town, kiçik bir şəhərdir. I love my town. Mən deyir şəhərimi sevirəm. And in this post I am writing about Olinda again. Mən yenidən bu postumda Olinda haqqında yazıram. At this time of the year, ilin bu vaxtında, it is carnival time. Yəni ilin bu vaxtı karnaval zamanıdır. There are street parties for 11 days and nights in Olinda. Deyir ki, deməli Olindada gecələr 11 gün boyunca küçə partiləri var. People listen to music and watch the parades. İnsanlar deyir, listen to music nədir? Musiqi dinləyir və paradları izləyirlər. My mom is a cook. Mənim anam aşpazdır. Cook aşpaz. She sometimes works at carnival. O bəzən karnavalda işləyir. I always go to the safe zone for teens when she's working. Bəzən deyir o işləyəndə mən deməli həmişə yeniyetmələr üçün olan teenager, yeniyetmə deməkdir. Yeniyetmələr üçün olan təhlükəsiz zonaya gedirəm. I often meet my friends and have snacks there. Mən tez-tez dostlarımla görüşürəm və onlarla orada have snack qəlyanaltı eləmək deməkdir. Qəlyanaltı edirəm. Atışdırmalıqlar yeyirəm, belə deyək. We play video games there too. Biz orada həmçinin video oyunlar da oynayırıq. Do you like colors? Sən deyir, rəngləri xoşlayırsan? Then Olinda is the place for you. Və beləliklə Olinda sənin üçün bir yerdir. There are great art museums, but you can see art in the streets too. Deyir ki, orada great, əla incəsənət muzeyləri var. Amma sən deyir həmçinin, həmçinin deməkdir, təsdiq cümləsinin sonunda işlənir. Sən həmçinin küçələrdə də incəsənəti kənsi görə bilərsən. Bu nə deməkdir? Yəni küçələrdə divarlara, yəni rəngli şəkillər çəkilibdir də. Yəni incəsənəti küçədə də görə bilərsən. Bu mənada deyil. Olinda is fun. Olinda əyləncəlidir. Gəlin baxaq sizə verilmiş suallara. People celebrate carnival in Olinda. İnsanlar deyir Olindada karnavalın qeyd edirlər. Deməli, burada sizə deyibdimi ki, Saturday, Wednesday bunu verməyib bizə, getdi. Həftə sonları qeyd edirlər. İndi baxın, həftə sonları qeyd edir. Baxın, burada bizə veribdir, partilər 11 gün davam edir, gecələr davam edir, küçə partiləri olur burada. Və B bəndində veribdir ki, for more than a week. Bir həftədən daha artıq davam edir. Baxın, orada 11 gün deyir, o da bir həftədən daha artıqdır. Cavab B bəndidir. Həftə sonları deyil, for a month bir ay deyil. 11 gündən daha artıq davam edir. Sonra deyir müəllif, the author müəllif deməkdir. Müəllif deyir təhlükəsiz zonaya gedir. Müəllif kimdir? Bir yeniyetməyəm mən. Olinda ilə bağlı sizə məlumat vermişəm. Bu mətni yazmışam. Və orada da deyir ki, mən təhlükəsiz zonaya nə vaxt gedirəm. Deməli, baxın burada go to the, baxın, I always go, when she is working. Anası işləyəndə gedir. Bəzən anası karnavalda işləyir də, aşpaz işləyir. Və karnavalda işləyəndə gedir ora. Baxın, after carnival, karnavaldan sonra deməkdir, xeyr.
Hər həftə sonu getmir. During karnaval, karnaval ərzində gedir. Karnaval zamanı gedir. During ərzində bir də zamanı deməkdir. In the safe zone, təhlükəsiz zonada deməli nə qarırlar? Teenagers can have science lessons. Science nədir? Elmi dərslərlə məşğullar. Təbiətlə belə bir şey yoxdur. Oyun oynayırlar. Adults yetkin deməkdir. Orada yeniyetmələrlə bağlı idi ki, yeniyetmələr orada oyun oynayırlar, əylənirlər, sinəklər yeyirlər. Children can watch the parade. Uşaqlar parada baxırlar. Yenə də deyirəm, təhlükəsiz zonada burada da var. Yeniyetmələr gedirdi. Bayaq hardaydı? Burada vardı. Bir dəqiqə. Teens, yeniyetmələr üçündür. Cavab A bəndidir. Deməli, yeniyetmə ilə bağlı sizə A-nı və B-ni veribdir. Prosta burada science lesson səhv olduğu üçün götürürük onu. Hangout with-də vaxt keçirməkdir. Yəni, yeniyetmələr burada dostlarla vaxt keçirirlər. 15-ciyə baxaq. The author of the text thinks that the art museum in Olinda are. Deyir, bu müəllif düşünür ki, incəsənət muzeyləri Olindada necədir? Bayaq vermişdi, great əladır. Hardasa vardı burada. Great Art Museums, əla incəsənət muzeyləri var. Əla sözünün sinonimi də burada excellent A bəndi. Bax, gördünüz, orada siz o great-i bilməlisiniz ki, burada bunun excellent olduğunu tapa biləsiniz. Excellent əla deməkdir, great-lə sinonimdir. Big böyükdür, small balacadır, safe-dir, təhlükəsizdir. Bu qədər.